Bəli, hörmətli izləyicilərimiz, həyatının 40 ildən çoxunu təhsilə fəda vermiş bir anamızı da, bir müəllimi də sizlərə təqdim etmək istəyirəm. Adınız, soyadınız nədir müəllimə? Bayramova Əcəb Səfa Vəli qızı. Bayramova Əcəb Səfa Vəli qızı. Əcəb Səfa, çox gözəl. Neçə il müəllim kimi işləmisiniz? 43. Hansı fəni tədris eləmisiniz? İbtidai sinif müəllimi. Bəli. Ulu öndərimiz demişkən, müəllimlik peşəsi ən şərəfli peşədir və müəllimlik peşəsində də ən şərəfli ixtisas, ən gözəl ixtisas, ən çətin ixtisas ibtidai sinifdir. Niyə ibtidai sinifdir? İlk rəqəmləri, ilk əlifbanı, ilk ana sözünü. Çünki oradan qurulur. Bəli, bünövrə deyilmək olar ki, oradan olur. Bizim anamızın da yüzlərlə, minlərlə yetirmələri var. O yetirmələrin içində ibtidai sinif müəllimi olanlar da var. Hüquq mühafizə orqanlarında işləyənlər, səhiyyə sahəsində, təhsil sahəsində müxtəlif sahədə olanlar var. Amma ən əsası anamız şagirdlərə təhsil elm, təhsil deyil, həm də şagirdlərə vətənimiz sevməyi, bayrağımız sevməyi, dövlətimiz sevməyi təbliğ edir. O cümlədən də sahib müəllim onu kimi hər ikinizə öz adından tərin təşəkkürümü bildirirəm. Allah size uzun ömür versin, can sağlığı versin. Siz həm gözəl ata, gözəl ana, gözəl nənə, gözəl babasınız. Bu kadrlara 20 il, 30 il, 40 il sonra baxanda bütün ailəniz, bütün nəvələriniz, nəsələriniz hamısı sizdən fəxr eləsinlər. Çünki sizlər gözəl babasınız, gözəl nənəsiniz. Bu çəkilişimiz vasitəsilə gələcək nəvə nəticələrə, yaxınlarınıza nə deyə bilərsiniz? Gələcəkdə mən şagirdlərimə və yaxud da ki, indən belə olacaq şagirdlərə deyərəm ki, nə qədər olmasa elm, savad həmişə lazımdır. Elmsiz, savadsız həyat olmaz, yəni dövlət ola bilməz. Mütləq neynirlər eləsinlər, onların bir elmləri, bir savadları olmalıdır. İndi elə olubdur ki, bir istiqamət üzrə gedirlər. Deyirlər ki, məsələn, ya ədəbiyyat öyrənin, ya riyaziyyat öyrənin. Ancaq bundan qabaq biz ən o kiçik detallara qədər onlara keçirdik, öyrədirdik, başa salırdıq. Ancaq o lazımdır. Əsas o lazım ki, uşaq hər tərəfli böyüsün. Hər tərəfli böyüyürsə, onun gələcəyi də yaxşı olur, vətəni sevməyi də yaxşı olur, atasının, anasının qayğısına qalmağı da yaxşı olur. Təşəkkür edirəm, minnətdaram. Mənim siz nə arzuluyorsunuz? Bəli, mən də arzu eləyərdim ki, dahi Nizami demişkən, elmlə, hünərlə başqa cür heç kəsə üstünlük eləyə bilməz. Əgər hər bir şagird, hər bir vətəndaş təhsili lazımı qədəricə mənimsəyə bilirsə, doğrudan da ölkə üçün vicdanlı, əsl vətəndaş kimi böyüyə bilər. Çox gözəl. Biz də sizinlə fəxr edirik, qürur duyuruq, dərin təşəkkür bildiririk, sağ olun deyirik. Sağ olun. Sağ olun, siz sağ olun.